Anlar içerisinde soruşulsaydı ki Allah'ın varlığına en büyük delil nedir? Ben diyerdim kelamdır, sözdür. Çünkü insanı da beyan eden kelamdır. Kainatı da izah eden kelamdır. Kelamdaki mənadır bize kainatın mahiyetini anladan, varlığın mahiyetini anladan. Kelam ne kadar zülaldırsa, ne kadar selistirse, ne kadar aydındırsa, ne kadar sadadirsə, ne kadar insanın ruhundan gelirse, insanın kalbinden çıxırsa, o zaman o kelamın təsiri və gücü həddən artıq güclüdür. Ona görə peyğəmbərlər və əhl-i beyt imamları və peyğəmbərlərin canişinlərinin sözündə qüdrət vardır ki, yəni peyğəmbərdən sonra əhl-i beyt imamları özlərindən yazılı əsər qoymayıblar ki, yazsınlar məsələn. Olubsa da bizə gəlib çatmayıb, yazılı, dəstiqətlə gəlsin. Amma kitablar yazılacaq, əsərlər yazılacaq, cildlərlə kitablar yazılacaq, kəlamlar qoyub gedirlər. Elə bir kəlam, elə bir söz, elə bir hikmətli kəlam deyiblər ki, o kəlamı eşidən zaman bilirsən ki, bu həqiqətən də məna dünyasından axıb gəlir. Yəni dünya fəqət bizim gördüyümüz maddi dünya deyil. Dünya fəqət yeməkdən və içməkdən ibarat olan bir yer deyil. Dünya fəqət gəzməkdən, eşitməkdən, görməkdən ibarat olan bir yer deyil. Dünya həm də insana məna verən, insanın ağlının qidalandığı bir aləmdir. O da dünyadır. Orada bir dünyadır. Mələkut dünyası. Mülk dünyası mələkut dünyasının içində var. Bədən ruha görə vardır. Ruh yoxdursa bədən də yoxdur. Bəs eyni zamanda biz əhl-i beyt imamları biz deyərdik ki, varlığın həm də bir ruhudur, canıdır. Varlığa can bəxş edir. Peyğəmbər varlığa can bəxş edir. Quran ayələrini bizə oxumaqla peyğəmbər, gətirməklə peyğəmbər varlığa və kainata can bəxş etmişdir. Ruh bəxş etmişdir. Məna bəxş etmişdir. Əgər həqiqətən də axirət dünyası bizim həyatımızda olmasa, axirət dünyasına yönəlik əməllərimiz olmasa, ibadət olmasa, itaat olmasa, axirətə üçün çalışması o zaman bizim həyatımızda bir məna tapa bilməyəcək. Nə qədər çalışaq, əgər axirət bu dünyanın sonunda yoxdursa, əgər bu dünyada mən gəlib yaşayıramsa, təsadüfən bu dünyaya gəlmişəmsə, bir neçə il yaşayıramsa, bir neçə 10 illik yaşayandan sonra mənim kitabım bağlanırsa, əcəl kitabım bağlanırsa, qədərim tamamlanırsa, mən çıxıb gedirəm və yox oluramsa, o zaman mənim həyatımda heç bir məna qalmır. Bəs insan həyatında məna verən nədir? Yəni insan həyatına məna verən dindir. İnsan həyatına məna verən ilahi kitablardır. İnsan həyatına məna verən ilahi səfirlərin bizə gətirdikləridir. Yəni demək istəyir ki, peyğəmbər demək istəyir ki, və peyğəmbərin deməli canişinləri demək istəyir ki, ey insanlar, sizin həyatınızın bir mənası var. O məna üzərində çalışın. O mənanı tuta biləsiniz həyatınızda. Əgər bir insan həyatında məna tapa bilmirsə, varlığının mənasını görə bilməyibsə ki, nədir, mən nə üçün varam, o insan nə qədər uzun yaşasa da, nə qədər ləzzətli yeməklər yesə də, nə qədər dünyanın ən gözəl yerlərini gəzsə də, dünyanın ən gözəl miniklərinə minsə də, dünyanın bütün naz neymətini həmin insanın qarşısına biz sərək, əgər bir insan öz həyatının mənasını tapa bilməyibsə, yaşayışın mənası nədir? İnsan var, yaşayışın mənasını tapa bilmir, deyir, məndən sonra övladlarım yaşayacaq, onlar üçün yaşayır. Onlar kim üçün yaşasın, onlar da övladları üçün yaşasın. Onlardan bizə nə? Sənin övladlarından sonra övladların yaşayacaq, onlar yaşayacaq. Səni unudacaqlar əslən. Sən yoxsan, unudacaqlar səni. Biz 5-ci, 6-cı babamızı tanıyırıq, bilirik kimdir. 7-ci babamızı bilirik. Əslən onlar haqqında düşünürük ki, onlar kim olub, necə insanlar olub, necə yaşayıblar. Onların məsələn həyatı bizi maraqlandırır, yox, əslən tanımırıq. Bilmirik ki, 5-ci, 6-cı çoxlarımız bilmir də, məsələn 10-cu baba kimdir? Deməli, insan bu dünyada insan həyatı məna tapmalıdır. Öz həyatını insan xilas eləməlidir. Peyğəmbərlər və əhl-i beyt imamları gəlir, vəhiy məktəbi, yəni Quran məktəbi və Quran məktəbinin davamçıları gəlib deyir ki, ey insan öz həyatını xilas etmək üçün çalış.
Yəni bizim bütün səylərimiz, Əhl-i Beyt imamlarının bütün səyləri hamısı onun üzərində qurulub ki, insana anlatsınlar ki, Allah var, axirət var. O ki deyirik ki, yəni İmam Hüseyin əleyhissalam Kərbalada şəhid oldu və biz onun üçün ağlasaq, əza saxlasaq, bu qədər savablar bunlar hamısı doğrudur. Amma biz sual etməliyik özümüzə. İmam Hüseyin əleyhissalam niyə şəhid oldu? Niyə o 72 şəhid oldu? Niyə deməli razı oldu ki, övladları əsir olsun, qızları əsir olsun, deməli ailəsi əsir olsun? Niyə razı? Yəni Allah var. Yəni demək istəyir ki, bax görürsən mən para oluram, tikə oluram. Bədənimizdə bəzi tarixçilər ki 90-dan yuxarı yara var idi İmam Hüseyin. Yəni nə demək istəyir bununla? Mənim üçün ağlayın? Yox, düzdür ağlamaq lazımdır. Biz ağlayırıq. Amma onunla demək istəmir mənim. Deyir ki, yəni Allah var. Yəni mənim həyatımda Allah var, axirət var. Mən Allah üçün və axirət üçün yaşayıram. Siz də bu cür yaşamağı öyrənin. Ona görə 1400 ildir yaşayır. Kəlamın qüdrətini və sirrini görürsən. Yəni Kərbalada dediyi söz. Yəni mən bir dənə misal çəkəcəm. Hətta Əhl-i Sünnə qaynaqlarından bunu, yəni deməli dəqiq rəvayətdir. Səhih həm Şiə qaynaq, həm Əhl-i Sünnə qaynaqlarında var. Deyir ki, sahabe orada deməli iştirak edən, döyüşdə iştirak edənlərdən biri İmam Hüseyin əleyhissalamın deyir, yaxınlaşdı. Artıq son anlarını yaşayır. Mənə maraqlı gəldi. Görün bu həyatının son anlarını yaşayır. Nə deyir, nə istəyir? Görək zarıyırmı, ağlayırmı? Yəni bədənində bu qədər yara var, bu qədər şiddətli, cismi şiddətli ağrıdadır. Görək nə deyir bu? Yaxınlaşdım, gördüm üzü deyir qanlıdır. Amma üzündə sanki bir hər yeri parlayan bir nur var. Yaxınlaşdım, gördüm dodaqları təbərir. Çox deyir maraqlı gəldi mənə. Həddən artıq maraqlı. O adam adı da yadımdan çıxıb, amma tarixdə var. Kimdir həmin şəxs? Deyir, yaxınlaşdım, görüm bu nə deyir? Görüm nə şikayət edir. Yaxınlaşdım, gördüm ki, çox deməli incə səslə deyir ki, həl rəzitə minni. Yəni mənası budur ki, məndən razı qaldın ey mənim məşuqum. Yəni heç nə düşünmür. Yəni mən balaya alqana bulaşmışam, bədənim bu qədər ağrı keçirir, övladlarım hamısı öldülər, qardaşlarım hamısı neçə dənə qardaşını orada fəda etdi. Ən gözəl deməli tərəfdarlarına, ən gözəl can dostlarını hamısını orada neynədi? Fəda etdi. Onların da dərdini çəkir. Özündən sonra Zeynəb, o biri bacıları, Usara, həyat yoldaşları, onları da fikirləşməyə nə olacaq? Həl rəzitə minni. Allahım, ey mənim məşuqum, ey mənim Rəbbim, razı qaldın mı məndən? Yəni həmin anda belə Allahın razılığını düşünür. Təsəvvür edirsən necə bir şəxsiyyətdir? Təsəvvür edirsiniz ki, Əhl-i Beyt imamları necə bir şəxsiyyətdirlər ki, canlarının son anlarında belə Allahı unutmuyublar. Allahın razılığını düşünüblər. Allahın rızasını düşünüblər. Yəni İmam Hüseyin əleyhissalamla nə dərsi insan ala bilər bugün? Çox dərslər insan ala bilər. Amma ən mühüm dərslərdən biri, yəni İmam Hüseyin əleyhissalama görə onun həyatının mərkəzində Allah dayanır. Tevhid dayanır, iman dayanır. Yəni iman dərsi verir bizə. Öz şəhadəti ilə, öz deməli canını fəda etməyi ilə iman dərsini bizə verir. Bax əvvəldə mən kəlamla danışdım. Çünki bütün bunlar bizə kəlamla gəlib çatıb. Bütün bu söhbətlər bizə kəlamla gəlib çatıb. Allahın sözü belə bəşərin kəlamı ilə gəlib çatıb. Yəni peyğəmbərin dili ilə. Vəhy Allahın vəhyidir, amma peyğəmbərin dilindən birinci səslənib. Kəlam bizə bunları çatdırıb və kəlam Allahın əsrarından bir sirdir. Xəlqa ağzın sirrini hərdən qılar izhar söz. Bu nə sirdir kim olur, hər ləhsə yoxdan var söz. Füzuli ona görə gözəl deyib ki, yəni xəlqa ağzın sirrini, insanlara nəfsin sirrini, qəlbin sirri ki, qəlb özü də Allahın sirlərindən bir sirdir. Ruh özü də Allahın sirlərindən bir sirdir. Yəni xülasətül kəlam insan Allahın sirlərindən bir sirdir. Onu da aşkar edən kəlamdır və Füzuli də bu kəlam şəxsiyyətlərindən biridir və deyir ki, xəlqə ağzın sirrini hər dəm qılır izhar söz. Bu nə sirdir kim olur, hər ləhsə yoxdan var söz. 2 dənə misradır, amma böyük bir mənalar yatır. Yəni demək istəyir ki, ey insan ətdən, deməli kəmikdən ibarət, sümükdən ibarət olan insan, qandan ibarət olan insan, bədəni toxumalardan ibarət olan insan, trilyonlarla hüceyrələrdən ibarət olan insan, nə cür olur da sənin kimi canlı olanlar heç birisi danışa bilmir, kəlam izhar edə bilmir. Bu nəsirdir ki, sən canlı, digər canlılardan fərqli olaraq kəlam izhar eləyə bilirsən.
Bu nə sirdir kim olur hər ləhzə yoxdan varsız? Yəni bu bir Allahın sırrıdır demək istəyir ki, yoxdan sözü varıdır. Ona görə də sözü bilən, sözü dəyərini anlayan, sözün kəlamın mənasını anlayan insan Allahı anlayır, Allahı dərk edir. Allahı dərk edən insan Allahın rəsulunu dərk edir. Allahın rəsulunu dərk edən insan Allahın rəsulunun rəsulunu dərk edir. Allahın rəsulunun rəsulu İmam Hüseyndir. Həzrət Əli İslamdır. Onlar Allahın rəsullarının rəsullarıdır, elçiləridir. Çünki Allahın kəlamını, sirrini bizə çatdıran onlardır. Mən sizin vaxtınızı çox aldım inşallah. Üzr istəyirəm sizdən, üzürlü hesab edin. Allah Taala sizləri inşallah gələcək günlərdə xeyirli qərar versin inşallah. Allah ustadlarımıza da uzun ömür bəxş eləsin inşallah. Qardaşlarımızın da canını sağ eləsin inşallah. İmam Hüseyn əleyhissalamın məclisi ilə feyzab elədilər. Allah sizlərdən razı olsun. Allah aqibətinizi xeyirli etsin. Allah bizi dünyadan imansız aparmasın inşallah. Amin.